İndi bir qədər öncə haqqında bəhs etdiyimiz xəbərimizi təqdim edirəm. Belə ki, Göyçay rayonunda suvarma kanallarının təmizlənməsi istiqamətində işlər davam etdirilir. Yaxın müddətdə işlərin başa çatdırılması planlaşdırılır. Göyçay rayonunda əkin sahələrinin suvarılmasını asanlaşdırmaq məqsədi ilə su kanalları təmizlənir. Artıq Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən 200 min kubmetrdən artıq məsafədə bu iş həyata keçirilib. Yuxarı Şirvan kanalının rayonun bir neçə kəndinin ərazisindən keçən hissəsində suvarma arxlarının lildən təmizlənməsi işi davam etdirilir. Rayonun Çarxı kəndi ərazisində Alpot suvarma arxında lildən təmizləmə işləri aparılır. Qantarma suvarma arxında lildən təmizləmə işləri aparılır. Suvarmanı su itkisinə yol vermədən aparmaq üçün 4 ədəd hidrotexniki qurğu və bir su anbarının binası təmir edilərək işləh vəziyyətə gətirilib. 1607 hektar sahəni suvarma su ilə təmin edən Yekəxana gölünün 820 pagometri əsaslı təmir olunub. Rayon ərazisi suvarılan əkinçilik olduğu üçün kanalları təmizləməkdən məqsəd bu əkin sahələrinin suvarılan əkinçiliyin inkişaf etdirilməsi, əkin sahələrində suyun normal şəkildə çatdırılmasını təmin etmək üçün. Göyçayda şəhər daxili su kanalları da təmizlənir. Şahin Qurbanzadə, Samir Cəbiyev, Rəhman Əsədov, Göyçay.